xəstə olmadığı halda özünü qəsdən xəstə kimi göstərmək, kiçik şikayətləri şişirtmək və ya özündən simptomlar uydurmaq, tibbi terminləri və xəstəlikləri qeyri-adi dərəcədə yaxşı bilmək, tez-tez müxtəlif həkim və xəstəxanalara müraciət etmək, çoxsaylı analiz və müayinələrin normal çıxmasına baxmayaraq yeni şikayətləri irəli sürmək, hətta invaziv müayinələrə və ya əməliyyatlara gözlənilməz dərəcədə həvəsli olmaq, onlardan qorxmamaq, müayinə və müalicələrdən sonra qısa müddətli rahatlıq halının yaranması, sonra yenidən şikayətlərin başlanması və ən əsası bunun bir qazanc məqsədi ilə olmaması, yəni məqsəd pul, əlillik, pensiyası və ya hüquqi üstünlük deyil, xəstə rolunu mənimsəməkdir. Saydığım bu əlamətlər Münxauzen sindromunun əlamətləridir. Bu sindrom bəzən xəstəlik, yəni hipoxondrik pozuntu ilə qarşılaşdırılır. Amma fərqləri çoxdur. Münxauzen sindromunda simptomlar qəsdən şişirdilir və ya yaradılır. Məqsəd xəstə rolunu almaq və tibbi diqqət görməkdir. Hipoxondrik pozuntuda isə simptomları qəsdən yaradılmır. İnsan həqiqətən xəstə olduğuna inanır və bundan narahat olur.